Həmd və Fatihə surəsi bağışlayan mehriban Allahın adıyla. Həmd Allaha ki əhl-i aləmin pərverdigarıdır, bağışlayan və rəhm edəndir. Din, hesab و cəza gününün sahibidir. Pərverdigara, təhtə sənə ibadət edirik və təhtə səndən yardım istəyirik. Bizi düz yola hidayət buyur. O kəslərin yoluna ki, onlara nemət veribsən, nə o kəslərin yoluna ki, onlara acıqlanıbsan, və nə haq yolundan çıxmışların yoluna. Doğru buyurub qadir və mehriban Allahım.